Şirəli Fərzəlioğlu Müslümov 1805-ci il martın 26-sında Lerik rayonunun Barzavı kəndində doğulub, ömrünün böyük hissəsini Lerik dağlarında çobanlıq etməklə keçirən Şirəli baba 3 dəfə evlənib və 23 övlad sahibi olub. Onun 2 arvadının adı məlum deyil, amma yazılanlara inansaq, ölən gününə kimi yaddaşı iti olub. Sonuncu arvadı isə Xatun Nuriyeva olub və deyilənə görə Şirəli Müslümov 136 yaşında olanda Xatun xanım ondan bir qız uşağı dünyaya gətirib. 1966-cı ildə Azərbaycan kinostudiyası tərəfindən onun haqqında Şirəli Dağdan Endi adlı sənədli film çəkib. Uzun ömürlüyünə görə Ginnesin rekordlar kitabına düşüb. Onun yaşını təsdiqləyən yeganə sənəd pasport olub. Doğum haqqında şəhadətnaməsi və ya onu əvəz edən hər hansı bir sənəd olmadığından onun yaşı şübhə doğurub. Şirəli Müslümov haqqında yayımlanan məlumatlar SSR dövründə təsadüf etdiyindən fransız tarixçisi və sosioloqu Muşeb Utevem keçən əsrin 60-cı illərində çap olunmuş Özünün Qafqaz xalqları və onların mədəniyyəti kitabında Şirəli Müslümovun doğum tarixinin düzgün olmamasını göstərməklə 100 ilə yaxın yaşamasını, ölüm tarixinin isə 1973-cü ilə təsadüf etdiyini qeyd edib. Bəziləri iddia edir ki, güya Şirəli babanın 168 il yaşamağı haqqında deyilənlər Sovet dövrünün ucuz təbliğat formalarından biri olub. Güya Şirəli Müslümov kimi uzun ömürlüləri turistlərin qabağına çıxarıblar ki, qoy əznəblər görsünlər ki, Sovet insanları sadə əmək hesabına necə çox yaşaya biliblər. Ancaq Lerik uzun ömürlülər diyarı olduğundan onun 168 yaşında vəfat etməsinə inananlar da çoxdur. Şirəli Müslümovun qida rasionu barədə yazılanlar da birmənalı deyil. Deyilənə görə o pendir, meyvə, tərəvəz və balla qidalanırmış, ancaq bulaq suyu içirmiş. Tez-tez Bakıya müxtəlif tədbirlərə, çəkilişlərə çağırılan Şirəli babaya xüsusi diyetoloqlar tutulurmuş. Bir dəfə Bakıya 10 günlük səfərində Müslümov dietik yeməklərdən bezir və nümayişkaranə şəkildə mənə ət verin deyir. Heç kimdən kömək istəmədən, gözləmədən bütün işlərini, o cümlədən ağır işlərini özü görüb. O saxladığı sürü ilə müntəzəm olaraq hər gün 15-20 kilometr yol qət edir, xəstə vaxtında belə bir iş tapıb məşğul olurmuş. Ölümünə qədər özü əkib becərir, fiziki aktivliyini daim saxlayar, çox yeməz, daha çox dağdan, yaylaqdan, çoban yeməkləri ilə qidalanırmış. Bulaq suyundan başqa su içə bilməyib, eləcə də heç vaxt satışda olan çaylardan içməyib. Yığdığı dağ, çəmən və çöl bitkilərindən çaya uyğun olanlarını dəmləyib, nadir hallarda qənd yeyib, Lerikdən başqa heç yerdə yaşamayıb, iqlimini dəyişməyib və müəyyən dövrlərdə paytaxtda rayon mərkəzinə köçmək təkliflərindən imtina edib, siqaret çəkməyib, içki içməyib, nadir hallarda bayramlarda kənddə özünün düzəltdiyi üzüm çaxırından içib. İşi çox olan, böyük ailə saxlayan adamın içməyə vaxt olmaz deyib, bircə dəfə dilinə siqaret vurub, onda da özünü pis hiss edib, həkim köməkliyinə ehtiyac olub. 1973-cü ilin yanvarında o sonuncu dəfə tibbi yoxlamadan keçəndə müəyyən olunub ki, 161 sm boyu olan Müslümovun çəkisi 56 kiloqramdır. Dəqiqədə 16 dəfə nəfəs alıb verir. Ürəyinin bir dəqiqədə döyüntüsü 76 dəfədir. Təzyiqi isə 100-ün 60-a olub. Şirəli Müslümov ömrünün son illərini yataqda keçirib. Oxuyub yazmağı isə ümumiyyətlə bacarmayıb. Şirəli baba ilk dəfə ölümündən bir il əvvəl xəstələnib və 1973-cü ildə vəfat edib. O dünyasını dəyişəndə isə nəvəsinin artıq 100 yaşı varmış.